Əzizlərim, zəhmət olmasa hamınız Yahyanın müjdəsini açın, 20-ci fəsil. Yahyanın müjdəsi 20-ci fəsil. Bu müjdədə, bu fəsildə İsa Məsihin dirilməsindən söhbət gedir. Ümumiyyətlə, müjdəçilər istər Mata, istər Mark, Luka ya da ki Yahya, onlar hamısı müjdəsinin sonunda onun dirilməsindən bəsləyirlər. Yəni, dostlar, onun dirilməsindən söhbət açılmasa, onda o müjdə tam müjdə deyil, o müjdə həqiqi müjdə deyil. İncil kitabı, xoş xəbər ya da müjdə, yəni Allahın müjdəsi, ondan ibarətdir ki, İsa Məsih bu dünyaya gəlib, ölüb və nəhayət 3-cü günü dirilib. Dostlar, əgər biz deyirik ki, İsa Məsih ölməyib, onda o İncil deyil, o müjdə deyil. Əsl müjdə o müjdədir ki, İsa Məsih bu dünyaya gəlib, mənim yerimi tutaraq, ölüb və 3-cü günü dirilib. Allah Teala onu, Ata Allah onu ölülərdən dirildi. Deməli, 20-ci fəsil, dostlar, biz 24-cü ayədən oxumağa başlayacaq. Zəhmət olmasa hamınız açın. Yahyanın müjdəsi 20-ci fəsil 24-cü ayədən. Ümumiyyətlə, yuxarıda bilirsiniz nədən deyilir? Yuxarıda deyilir ki, o gün, yəni həftənin ilk günü, axşam çağı İsa şagirdlərə göründü. Şagirdlər evdə olaraq qorxudan qapını bağladılar. Qapı bağlı idi. Yahudilərdən qorxurdular. Və birdən İsa onlara göründü və onlara dedi, sizə salam olsun. Onlar onu görəndə təəccübləndilər. Və Lukanın müjdəsində deyilir ki, İsa onlara yaxınlaşaraq dedi ki, gəlin mənə toxunun. Yaralarıma toxunun. Bir mənə baxın. Mənəm. Onlar elə bildilər ki, ruhdur. Deyir ki, ruh deyil. Ruhun nə bədəni, nə də sümüyü var. Bir mənə toxunun, baxın. Sonra da onlara dedi ki, yeməyiniz varmı? Dedilər, var. Yeməkdən verin. Onlarla şam süfrəsində iştirak etdi. Və onlar sevindilər İsa'nı görəndə. İsa da onlarla həmən axşamı olaraq onlara kəlamda ümumiyyətlə müqəddəs yazıda onun haqqında nə deyilir, onların yadına saldı. Onlar çox sevindi. Onların sevinci dolu idi. Amma bilirsiniz, aralarında kim olmayıb? Fomo. Bəli. Thomas adında bir həvari, şagird onlarla birlikdə deyildi. Bilmirəm niyə. Yox. Bilmirəm niyə onlarla olmayıbdı. Thomas, biz 24-cü ayədən oxuyuruq ki, lakin 12 şagirddən biri Əkiz adlanan Thomas İsa gələndə onların yanında deyildi. Əkiz adlanan burada deyilir. Yəni ki, dostlar, Thomas İbranicən əkiz deməkdir. Onun əsl adı başqa bir ad idi. Bəzi ilahiyyatçılar elə deyir. Deyirlər ki, onun adı da Yahuda olub. Amma çaşmamaq üçün, yəni bir Yahuda, yəni satqın Yahuda var idi. Bunun da adı Yahuda idi, amma buna Thomas ad verilmişdi ki, insanlar çaşmasın. Heç kəs çaşmasın, bu kimdir? Deməli, Əkiz adlanan Thomas İsa gələndə onların yanında deyildi. Və o biri şagirdlər Thomasa nə dedilər? Thomas, sən niyə bizimlə bir yerdə olmamısan? Axı sən niyə gəlməmisən? Xəbərin varmı? İsa gəldi, İsanı gördük, yəni qınamağa başladılar onu. Elə olubmu? Xeyr, elə olmayıb. Çünki onlar özləri də inanmırdılar.
İsa görünəndən sonra, ondan sonra onlar inandılar. Onlar da inanmırdılar. Qadınlar gəlib dedilər ki, biz İsa'nı gördük. İsa dirilmişdir. İnanmırlar. Nəhayət, 2 nəfər Emaus kəndinə gedərək onlara da İsa göründü. Onlar da qayıdaraq şagirdlərə, qardaşlara deyirlər ki, biz İsa'nı gördük. Ürəyimiz yanırdı, biz onu gördük. Biz onu tanımadıq, amma o sonra bizə açıldı və açılanda birdən görünmədi bizə. Amma biz onu gördük. Çörəyi böldü, verdi bizə. Biz onda tanıdıq ki, bu İsa'dır. Və nəhayət, dostlar, Peterə də göründü. Peter də şagirdlərə deyir ki, mən İsa'nı görmüşəm. İnandılar, inanmadılar. Ürəkləri kədərlə bağlı idi, dolu idi. Və onlar yazılıb ki, ağlayırdılar. Kədər içində olaraq ağlayırdılar və birdən İsa, amma qapı bağlı, ev bağlı, heç kəs içəri girə bilmir və birdən gördülər ki, İsa onlara göründü. İsa da onlara baxaraq deyir, sizə salam olsun. Sonra da onlarla şadlanaraq, sevinərək birlikdə qaldı. Amma İsa onlara demədi ki, Thomas hardadır bəs? Bu bir. İkincisi də ki, o biri günü şagirdlər Thomas'a yaxınlaşaraq demədilər ki, Thomas, sən niyə bizimlə olmamısan? İxtiyarları çatmırdı. Çünki onlar da Thomas kimi idilər. Thomas'ın doğrudan da ürəyi çox kədərli idi. Thomas təklikdə qalmaq istəyirdi, özünə gəlmək istəyirdi. Rəbbimi daha görməyəcəyəm. Amma şagirdlər ona yaxınlaşaraq dedilər, Thomas, İsa dirildi. Necə? Biz İsa'nı görmüşük, biz Rəbbi görmüşük. Və baxın, Thomas nə deyir? Ola bilməz, inanmıram. Deyir, bəli, biz də sənin kimi, biz də inanmırdıq. O isə dedi ki, toxunun, mənə bir baxın, yaralarıma baxın. Və Thomas dedi ki, əgər onun əllərində mıxların açdığı yaraları görməsəm, mıxların yerinə barmaqlarımla toxunmasam, böyrünə də əlimi qoymasam, buna heç inanmaram. Əzizlərim, 8 gün keçdi. Yazılıb ki, 8 gündən sonra İsa'nın şagirdləri ilə Thomas da orada idi. Maraqlısı bilirsiniz nədir? Maraqlısı odur ki, şagirdlər, yəni qardaşlar Thomas'a inandırdılar. Dedilər ki, Thomas, nə olar? Lap belə bizim bu müjdəmizə, sən bizim xəbərimizə inanmırsan, sən heç olmasa bizimlə bir yerdə ol. O xeyir duanı ki, biz Ata Allahdan almışıq, İsa Məsihdən almışıq, o xeyir duanı sən də alacaqsan. Yox deyir, toxunmasam inanmaram. Yaxşı, sənin kimi olsun deyirsənsə. Amma nə olar? Aramızda ol. Bizi tərk etmə, tək qalma. Gəl bizimlə bir yerdə, bir evdə qal. Thomas razı oldu. Nə gözəl insanlardır. Nə gözəl qardaşlardır. Elə bir qardaş, elə bir bacılar. Bizim dövrümüzdə də nə gözəl insanlar. O insanlar ki, öz yaxınına təsəlli verə bilir. Öz yaxınına gözəl bir söz deyə bilir. Yəni, öz dili ilə sındırmır qəlbini. Sındırmır. Demir ki, bilirsən nə var? Özün biləsən. Biz onu gördük. Sən istəmirsən, yəni, necə varsa öyle də qal. Yox. Yox, onlar yalvardılar. Onlar xahiş elədilər. Thomas, xahiş edirik. Bizimlə ol. Bizimlə ol. Lap elə inanmırsan, bizimlə ol. Dostlar, mən 97-ci ildə imana gələndə mənim anam mənə qarşı belə mənə zid və ümumiyyət bilirsiniz necə? Sən dinimi dəyişdin? Necə oldu? Bax, qonşular necə baxacaq bizə? Sən neynəmisən? Ay mama, sən nə deyirsən? Məsih dirildi, mən mamaya deyirəm, bu nədir, bunun başı ağlı gedib, oldu oradan da bu. Kim səni belə yoldan çıxardı?
Mən isə mamam üçün dua edirdim. Və bilirsiniz, günlərin birində elə oldu ki, mən qaldığım yerdə biz evdə yığılışırdıq. Bizim toplantımız evdə belə keçirilirdi. Bir evdə keçirilirdi. Elə oldu ki, o bacımızın, bir imanlı bacımızın evində yığılışaraq, elə oldu ki, onun yoldaşı dedi ki, daha bizim evimizdə yığılışmayacaqsınız. Biz axtarışdaydıq. Yaxşı, bəs indi harda yığışaq? Harda yığışaq? Mən qaldığım yerdəki bir otaqlı ev idi. İnanırsınız, bir otaqlı ev idi. Mamam imansız, qardaşım imansız, təkcə mənəm. Onların arasında balaca bir şam kimiyəm. Amma mənə də baxırlar. Heç, bilirsiniz, mən oğlumu deyir, itirmişəm. Günlərin birində mama görür ki, mən kədər içində evə qayıdaraq özümə yer tapa bilmirəm, dua eləyirəm. Dua eləyirəm, mamam soruşur, nə olub ay kişi? Kişi deyirəm, kişi deyirdim ümumiyyətlə. Nə olub sən, ay bala? Kimsə rəhmətə gedib. Deyirəm, nə tanırsan, ay mama? Pis, nə olub, niyə belə özü öldürürsən? Nə olub sənə? Ay mama, yer tapa bilmirik, harda yığılışaq. Toplantımız harda keçsin? Mama mənə baxıb dedi ki, hələ buna görə, dedim, bəli. Hələ bizdə yığılışaq da. Doğrudan, deyir, bəli, hələ bizdə yığılışaq da. Mən o saat, şəhərimiz də balaca bir şəhər idi. Balaca bir şəhərdir. Dostlar, gedib, bacı, qardaşlara dedim ki, saat 1-də bizdə yığılışırıq. Hələ mamaya deməmişəm, bilirsiniz. Mama dedi, bizdə yığılışın da. Saat 1-də bizdə yığılışırıq, mamam icazə verir. Sonra da evə tez gəlirəm, qayıdıram, deyirəm ki, ay mama, saat 1-də bizdə yığılışırıq. Sən nə danışsan, hə? Nə saat 1-də? Demədim, özün yəni icazə verdin, demədin ki, bizdə yığılışırıq. Mən də bacı, qardaşlara dedim ki, indi saat 1-də gələcəklər hamı. Ay evi tez yığışdıraq, sən neynəmsən? Ay, başladıq tez yığışdırmağa və çatdırmışıq dostlar. Bacılar, qardaşlar gəlir, mamamı salamlayırlar, qucaqlayırlar. Nə yaxşı ki, elə bir insan var. Bizə təsəlli verir. Bizə qalmağa yer də var, yəni yığışmağa yer də var. O gündən mamam hələ imanlı deyildi. O gündən hər bazar günləri biz bizim evimizdə, baxmayaraq ki, bir otaqdır, bizim evimizdə yığışırdıq, sevinirdik. Və nəhayət Rəbb mamamın da ürəyinə toxundu və o da iman etdi. Sonra bir vaxt keçəndən sonra mən onu vəftiz etdim. Mən artıq xidmətçi idim və mən onu vəftiz etdim. Baxın dostlar, necə də doğrudan da bax, bu dünyada elə bacı, elə bir qardaş var ki, bizə təsəlli verə bilər. Öz otağını buyura bilər. Dəstək ola bilər. Bilirsiniz, Rəbb belələri axtarır. Rəbb belələrini axtarır. Və bu qardaşlar da belə idi. Bu həvarlar da belə idi. Thomas, biz səni tək qoymayacaq. Qoymayacaq Thomas. Rəbb diridir. O bizim həyatımızı yəni dəyişib. O bizi dirildib, çünki o diridir. Biz səni tək qoymayacaq. Gəl bizimlə ol. Thomas da razı oldu. Və 8 gündən sonra İsa'nın şagirdləri yenə otaqda toplaşanda Thomas da onların yanında idi. Qapılar bağlı olsa da İsa içəri girdi. O ortada durub sizə salam olsun dedi. Sizcə İsa sonra nə elədi? İsa qardaşlara baxaraq birdən gördü, Thomas da buradadır. Thomas da buradadır və Thomas ona yox, o Thomasa yaxınlaşdı. O Thomasa yaxınlaşdı. Thomasa yaxınlaşaraq baxın nə dedi.
Thomas, sən əlini uzat. Barmağını bura uzat görüm. Thomas İsa'ya baxır. Elə bil dili tutuldu, bilmir nə desin. Bilmir nə desin. İsa'nı görür, doğrudan da qardaşlarım dediyi kimi İsa'nı görürəm mən. İsa'nı görürəm. Thomas, barmağı uzat, gəl bura. Gəl. Əlindən tutub, elə bil ki, İsa onu qucaqlayır. Özü qucaqlayır. Bəlkə İsa ona baxaraq həm sevinir, həm ağlayır, həm qucaqlayır. Deyir ki, mənə bir toxun, mənə bir toxun. Bax, əllərimə bax, əllərimin yaralarına toxun. Thomas istəmədən, amma deyir ki, yox, sən toxun. Sən özün dedin ki, mən toxunmasam, inanmayacam. Toxun. Thomas qorxa toxunur. Thomas, əlini ver bura. Əlini ver bura. Əlini uzat və köynəyini elə bir açaraq, əlini götürərək deyir ki, bir böyrəyimə bax. Böyrəyimdən tutqunam. Bax, buradan məni nizə ilə vurmuşdular. Əlimi qoy bura, bax, inanmırsansa bax. Biraz köynəyini çəkir. Bilirsiniz, necə də pis oldu Thomas. Necə də pis oldu. Thomas o saat yıxılaraq ucadan qışqırdı, ya Rəbbim. Sonra nə deyir? İsa'nı necə adlandırır dostlar? Baxın dostlar, burada necə yazılıb? Ya Rəbbim. Və Allahım. Sonra burada hansı ilk nişan verir yazı? Nida. Yəni ki, elə belə demir. Allahım, Rəbbim. Yox, ucadan qışqırdı. İnandı, möhkəm inandı. Ya Rəbbim, İsa, Allahımsan. Daha heç kəs mənə deyə bilməz ki, sən yoxsan, sən həqiqisən, sən dirisən, sən mənim Rəbbimsən, sən mənim Allahımsan. İsa isə ona baxaraq deyir, sən məni gördüyün üçün iman etdin. Bəs görməyənlər? Bilirsiniz, görüb inanmaq daha asandır, ya görməyib? Görməyib inanmaq çətin bir şey. Çox çətin bir şey. Biz məsəl üçün görmürük. Amma kəlamda bilirsiniz necə yazılıb İncil kitabında? Yazılıb ki, iman eşitməkdəndir, görməkdən deyil. İman eşitməkdəndir. Mən eşidib inanmalıyam, görüb yox. Və İsa Məsih də belə də deyir, dostlar. Belə də deyir, sən məni gördüyün üçün iman etdin. Görmədən iman edənlər nə bəxtiyardır. Bax, məni görməyənlər nə bəxtiyardır. Dostlar, həvarilər onu gördülər. Həvarilər şəhadət edir onun barədə. Amma, baxın, İsa Məsih necə edir? Əvvəl İsa istədi ki, onun dirilməsi haqqında eşitsinlər, inansınlar, sonra onu görsünlər. Buna görə də birinci onu görənlər kim olub? Diri görənlər kim olub onu? Qadınlar. Qadınlar, Məryəm. Mələklər görüb onu. Dostlar, birinci onu görənlər, onu diri görən, onun qulları olub, mələklər olub. Gördün? Daşı yuvarlayıb, daşı kənara çəkdilər və mələklər, axı bunların qabağında onların ağasıdır. Onları yaradan indi qəbirdən çıxmalıdır. Və elə bil ki, onların qabağında İsa Məsih çıxaraq, onlar nə etməlidirlər? Səcdə etməlidirlər. Rəbbimiz diridir. Və doğrudan da səcdə edir. Rəbbimiz diridir. Və İsa qəbirdən çıxaraq, onda həmən zamanda qadınlar gəlir. Mələklərin biri qadınlara
müraciət edərək soruşur, kimi axtarırsınız? Siz ölülər arasında kimi axtarırsınız? İsa dirilmişdir. O burada yoxdur. Dediyi kimi dirilmişdir. Gedin və qardaşlarınıza deyin ki, o ölülərdən dirilmişdir və sizi gözləyir. Qalileyada gözləyir. Bir dəqiqə. Sonra onlar qorxudan yenə də inanmırlar, içəri girirlər. İçəri girən kimi bir gənc şəxs onların qabağında dururdu. Yenə də mələk, obur bir mələk. Obur mələk də deyir ki, bu da onun yeridir. Haradakı dəfn olunmuşdu. Görürsünüz ki, yoxdur. Sonra da yenə də Lukanın müjdəsində biz oxuyuruq ki, 2 mələk yenə qadınlara göründü və baxın, onlar şəhadət edir. Onlar danışırlar, deyirlər ki, Rəbbiniz dirilmişdir. İnanın, eşidin, inanın. Dostlar, onlar eşitdilər, amma inanmadılar. Onlar görəndən sonra, İsa'nı görəndən sonra inandılar. Və eləcə də şagirdlər. İsa Məsih həftənin ilk günündə səhər tezdən dirilmişdir. Amma İsa şagirdlərə nə vaxt göründü? Axşam göründü. Elə yazılıb, axşam göründü. Axşama qədər Rəbb onlardan gözləyirdi ki, inansınlar. İnansınlar. Bu xəbərə inansınlar. Mələklər deyib, qadınlar deyib, obrilər deyib. İnanın. İnanmırlar. İnanmırlar. Və onda axşam çağı İsa öz onlara göründü. Onlar da Thomas kimi idi. 8 gün keçəndən sonra, indi baxın dostlar, indi şagirdlər Thomasa deyirlər ki, Thomas, bizim xəbərimizə inanmır. İnanmır. İndi İsa ona görünəndən sonra, onu görəndə, ona toxunanda, ondan sonra inandı. Buna görə də İsa Məsih də deyir ki, deməli, görmədən iman edənlər deyir, nə bəxtiyardır. Dostlar, bizim imanımız bu Rəbbin prinsipidir. Bizim imanımız eşitməkdən yaranır. Biz bu müjdəni eşitməsək, xəbərimiz olmaz. Amma biz bunu eşitdik və bunu qəbul etməliyik. Qəbul edən nə bəxtiyardır? Qəbul etməyən isə, dostlar, bu birlər də, öbürlər də vaxt gələcək İsa'nı görəcəklər. İsa'nı görəcəklər. Bax, bu gözlərimiz onu görəcək. Amma indi eşitdiyinə sən iman et. Və kim eşidib qəbul edirsə, əbədi həyatı əldə edir. Əbədi həyatı vardır. Və nəhayət gəlin, axırıncı ayəni bu fəsildə oxuyaq. Baxın necə yazılıb. Amma buradakılar, yəni bax bu müjdədə onun üçün yazılıb ki, siz İsa'nın Məsih, Allahın oğlu olduğuna inanasınız və iman edərək onun adı ilə həyata malik olasınız. Bax, indi bunu oxuduq, bunu eşitdik və İsa Məsih olduğu, Allah oğlu olduğunu kim inanırsa, qəbul edirsə, inanmaq bir şeydir, iman etmək başqa bir şeydir. İman edən, yazılıb ki, onun adı ilə həyata malik olur. Həyata, yəni əbədi həyata söhbət. Bu yeni həyatdan söhbət gedir. Əzizlərim, qoy Rəbb hər birimizə xeyir dua versin. Bir məsələni də çəkmək istəyirəm. Ondan sonra dua edəcək. Keçən il idi deyəsən, keçən il bir nəfər, bu deyəsən mart aylarında idi, bir nəfər bizim ibadətimizə gəldi, bura toplantımıza gəldi və bilirsiniz, o küncdə oturaraq
küncdən belə Müşahidə. qulaq asırdı, bəli. Və toplantımız qutarandan sonra məni kənara çəkir, mənlə söhbət etmək istəyir. Deyir ki, bilirsən, mən bir qulaq astım. Doğrudan da maraqlıdır, amma mən sübut etmək istəyirəm ki, çalışaram sizə başa salım ki, siz doğru yolda deyilsiniz. İsanı Allah oğlu adlandırırsınız və s. Mən soruşdum, adınız nədir? Oradan buradan biraz söhbət elədik. Və dedim ki, bilirsiniz, siz İsanı Məsih deyirsiniz də, İsa Məsih adlandırırsınız. Məsih nə deməkdir? Adıdır da, yox, adı İsadır. Baxın, burada necə yazılıb. Yazılıb ki, buradakılar, yəni bax kəlamda onun üçün yazılıb ki, siz İsa'nın Məsih olduğunu, Məsih olubdur. İsa diriləndən sonra Məsih olubdur. Məsih nə deməkdir? Sizin yazılarda da yazılıb ki, Məsihdir. Deyir, ləqəbəsidir, elə deyil axı. Deyirəm siz, nə danış? Adı da deyil. Bəs nədir? Deyirəm, bura bax, gəl belə eləyik. Get, oxu, get, öyrən, Məsih olduğunu nə deməkdir? Ondan sonra gəl və burada səninlə söhbət eləyərik. Kəlamdan araşdıraq. O vaxtdan bəri daha gəlməyib, bilmirəm niyə. Yəqin ki, tapa bilməyib. Dostlar, mən sizə sual vermək istəyirəm. İsa ölüb dirildəndən sonra, yox, o Məsih kimi özünü açırdı. Yazılıb ki, ölüb diriləndən sonra ata onu Məsih olduğunu buyurdu. Buyurun. Məsih nə deməkdir? Göndərilmişdir. Məhz olunmuş. Göndərilmiş. Göndərilmiş, Məhz olunmuş. məhz olunmuş, Paç. seçilmiş. Dostlar, baxın maraqlısı nədir? Ata Allah heç bir peyğəmbəri seçmir. Amma peyğəmbərlər vasitəsilə İbranilərin məktubunda biz oxuyuruq. Dəfələrlə bizimlə, yəni əcdadlarımızla, daha doğrusu yəni Yahudi xalqı ilə danışıb. Onlara öz kəlamını açıb və nəhayət son vaxtlarda oğul vasitəsilə danışıb. Baxın, heç bir peyğəmbəri seçməyib ki, o Məsih olsun. Heç bir peyğəmbəri seçməyib ki, ölüb dirilsin. Sonra heç bir göylərin vətəndaşlarından söhbətin gedir. Yəni ki, heç bir mələk yerə enib insan olmadı, seçilmədi, ölmədi və dirilmədi. Onlar amma ona xidmət edirdilər. Bilirsiniz, hələ dünya yaranmazdan əvvəl, hələ Ata Allah mələkləri yaratmamışdı. İsa ona dedi ki, budur, iradəni yerinə yetirmək istəyirəm. Oğul, nə etmək istəyirsən? Sən ki, ata, insanı yaratmaq istəyirsən, mən insan olmaq istəyirəm. Niyə? İstəyirəm ki, onlar da mənim tayım olsun, mənə bənzər olsun. Mən bilirəm ki, İblis onları yoldan çıxardacaq. İblis sənin əlindən onları almağa çalışacaq. Onları məhv etməyə çalışacaq. İblis daha doğrusu sənə qarşı duracaq. Amma İblisin əməllərini, bu şər əməllərini darmadağın etmək üçün, dağıtmaq üçün mən insan olmaq istəyirəm. Oğul, insan olsan, axı səni incidəcəklər, tüpürəcəklər, söyəcəklər, döyəcəklər, nəhayət səni mismarlayıb öldürəcəklər. Sən buna layiqsənmi? Mələklər də bunu görəcək. Sən özünü mələklərin qarşısında alçaldacaqsan, ya Rəbb, bax bu insanları, bu bəndələri yüksəltmək üçün mənim tayım olsun deyək,
mənə bənzər olsun, mən onlar kimi olmalıyam. Onları günahlardan satın almalıyam. Onda sən məşq olunmuş insanların arasında onların xilaskarı olacaqsan. Elə də oldu. Elə də oldu dostlar. Və kəlamda yazıldığı kimi deyilir ki, İsa Məsih Allah olduğu biz buna inanmalıyıq. Qoy Rəbb hər birimizə xeyir dua versin. Adı da aramızda izzətlənsin. Amin.